Bismillahirrahmanirrahim. Əziz qardaşlar, sizə Allah və Ya Muhammed kəlməsi haqqında danışmaq istəyirəm. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Rabbi salli alə Muhammed və əl Muhammed. Allah kəlməsinin rəqəmsal dəyəri 36-dır. Niyə 36-dır? Çünki əlif 1-dir. Ləm 30-dur, hə 5-dir. Oxunan hərflərə baxanda. Amma bu ləmi də hesablasaq 66 olacaqdır. Amma biz nə edirik? Bu qırmızı ləmi hesablamasaq, oxunan hərfləri oxusaq 36-dır. Ya Muhammed kəlməsinin də rəqəmsal dəyəri Ya Muhammed neçədir? 62-dir. Yəni 62 ilə 36 böyür olanda 6236 rəqəmi yaranır. Fikir verin. Bax, fikir verin, görürsünüz. Deməli, Allah Teala bir Quran-ı Kərim göndərir. Quran-ı Kərimin əgər biz qısa desək, adı nədir? Qısa. Ya Muhammed. Yəni Muhammedə elə bil ki, müraciət edilən bir kitabdır. Ya Muhammed. Düz deyərsək ki, iqra ilə başlayır, bəli, iqra kəlməsi ilə başlayır, amma mənə gəlməyib, sənə gəlməyib, Muhammedə gəlib. Ey Muhammed, artıq Quranı qəbul elə. Ya Muhammed. Sanki Ya Muhammed sanki Quran-ı Kərimin məcazi mənada adıdır. Sanki ilk başlanğıcdır. İndi ya hərfinin rəqəmsal dəyəri əbcəddə 10-dur, onun əhl-i beytinə səlavat və səlam olsun. Əlif oxunmur. Mim hərfi 40-dır, ha 8-dir, dəl 4-dür. Bu biri mimi niyə oxumadım? Halbuki oxunurdu. Amma tabi bunu oxumuşam da. Burada Ya Muhammed kəlməsində bir dəfə oxunubsa, tabi ikinci səfər oxumasaq, o prinsiplə yanaşsaq, ya, mim, ha, dəl hərfləri. Neçə elədir bunların cəmi? 4, yəni dəl, ha, yəni 8, mim, yəni 40, ya, yəni 10. Elədir 62. Yəni, ya Muhammed 62-dir. 62 də elə 62, 63. Bu illər yaşayır. Bəs Muhammedə, 62 rəqəmi olan Muhammedə kim müraciət edib? Ya Muhammed, Quranı qəbul elə, sanki Allah. Allahın rəqəmsal dəyəri neçədir? Əlif, ləm və hə hərfləri istifadə olunub. Allah kəlməsində ləm 30, hə 5, əlif 1-dir, elə də 36. Fikir verin, Allahla Ya Muhammed kəlməsi 62 və 36-nı bildirir. Sanki böyür-böyrə qoyanda 6236 olur. Peyğəmbər və pak əhl-i beytinə səlavat və səlam olsun. Yəni, bu cür baxanda həqiqətən görsənir ki, sanki Quran-ı Kərimin ayələrinin sayı görsənir. İndi biz bunu Yəsində də görə bilərik. Amma necə baxsaq, Yəsinə fikir verin. Yə hərfinin rəqəmsal dəyəri 10-dur. Sin hərfinin rəqəmsal dəyəri 60-dır əbcəddə. Deməli, və Yəsin surəsi 36-cı surədir. Deməli, biz bura bu cür baxsaq ki, 36-cı surə Yəsin surəsidir, bura 36 yazsaq. Yəsin rəqəminə də yazsaq ki, sin 60, Yə hərfinə 10 kimi yox, 1 kimi baxsaq, sanki burada 1 görürük. Və bu birinci ayədir. Yəsin surəsinin birinci ayəsidir. Biri də burada görsək, əlif 1 deməkdir, yəni birinci ayə. Neçə eləyir? 60, topla 1, topla 1, elədi 62, yəni 62, bu da 36. Yəni 6236 yenə görsənir. Düzdür, deyərsiniz ki, nə üçün Yə hərfini 10 kimi hesabladın, 1 kimi hesabladın, 10 kimi hesablamalıydın? Bu cür, yəni fəlsəfi baxsaq, yenə sanki 6236 görsənir. İndi biz burada, qardaşlar, bu, məsələn, sizə Fatihə surəsi ilk surədir də Quran-ı Kərimin
deməli, baxmayaraq ki, ilk Ələq surəsi gəlib, amma tərtibində ilk surə Fatihədir. Fatihənin də əsl adı Həmddir. Əl-Həmd surəsi, yəni Əlhəmdülillahi kəlməsi ilə başladığına görə Əl-Həmd. Deməli, əlif birinci hərfdir, ləm 23-cü hərfdir, ha 6-cı hərfdir, mim 24-cü hərf, dəl hərfi 8-ci hərf. Elədimi 62. Fikir verin. Quran-ı Kərimi açırıq. Fatihə surəsi gözümüzün qarşısındadır. Rəqəmsal dəyəri Fatihənin adı Həmddir. 62-dir. Amma necə 62? Əlifba sırası ilə baxanda. İndi məsələ budur ki, Fatihə surəsi necə başlayacaq? Bismillahirrahmanirrahim bu cür başlayacaq. Bunun da rəqəmsal dəyəri 236-dır. İndi fikir verin, deməli, bu 236-nın, bax, bu 236 nə idi? Bismillahirrahmanirrahim. Qarşısına 62 qoyanda, yəni Fatihə surəsinin adın eləyir 62-236. Sanki 6236 burada sanki görsənir. Baxmayaraq ki, 2-nin biri artıqdır. İndi deyərsiniz, sübut elə görək, Bismillahirrahmanirrahim niyə 236 eləsin ki? Oxunan hərflərə baxsaq, bə 2-ci hərfdir, sin 12-ci hərfdir, mim 24-cü hərfdir, ləm 23-cü hərfdir. Burada bir dənə də ləm oxunur, içəridə ləm var, 23-cü hərf, hə 27-ci hərf, ra 10-cu hərf, bir dənə də ra var, o da 10-cu hərfdir, ha 6-cı hərf, mim 24-cü hərf, nun 25-ci hərf, ra 10-cu hərf, burada bir dənə də ra var, bu da 10-dur, ha 6-cı hərf, mim hərfi 24-cü hərf. Cəmi neçə elədi? 236. 236-nın da qarşısına 62 qoyanda, yəni Fatihə surəsinin ki, Bismillahirrahmanirrahimdən başlayacaq, 62-ni bura qoyanda 62 236. Yəni sanki 6236 burada da görsənir. Yəni bunlar həqiqətən çox maraqlıdır ki, Allah Teala sanki bizə burada Quran-ı Kərimin 6236 ayə olduğunu rəqəmsal dəyərlərlə göstərir.